Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bir daha din düşmənlərinin dinə dil uzatmalarına cavab verməli olacağıq. Yusuf surəsinin 6-cı ayəsini açıram. 6-cı ayəsindən belə bir tərcümə verib də, mövcud tərcümələri. Deyir ki, beləcə Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək. Güya Peyğəmbər seçəcək, Peyğəmbərin missiyası yuxu yozan olacaq. Ərəbcəsindən baxırıq, nə deyir? Deyir, kəzəlikə və beləliklə yectəbikə, yəni səni bir prosesə soxacaq, Rabbuka, sənin Rəbbin və yuallimuka və sənə təlim eləyəcək, öyrədəcək, min təvilil əhədis, hadisələrin təvilindən öyrədəcək. Hadisələrin təvili nədir? Analizdir. Yuxu yozma başqa hadisələr heç əlaqəsi yoxdur, bəli. Amma bunu niyə? Çünki beyinlərdə bir yuxu yozan Peyğəmbər anlayışı çıxarıbdılar. Ona uyğun seriallar çəkildi və ona görə Peyğəmbəri yuxu yozan bir insan kimi təqdim edirlər. Əslində bu Peyğəmbəri ucaltmaq deyil, aşağılamaqdır. Yəni həqiqətən Allah seçir, seçdiyinə deyir ki, get cəmaatın yuxularını yoz. Budurmu yəni İslam? Budurmu din anlayışı, Peyğəmbər təsəvvürü? Yəni bu məxluq qeyd eləyir ki, güya Yusuf surəsi 6-cı ayədə söhbət yuxu yozumundan yox, analizdən gedir. Bu ayədən öncə yəni Yusuf Peyğəmbər yuxusunu atasına danışır ki, ey ata, mən yuxuda gördüm ki, 11 ulduz, ay və günəş mənə səcdə eləyir. Və onun da atası deyir ki, qardaşlarıma bu yuxunu danışma. Və bundan sonra artıq deyək, o yuxu haqqında ayə nazil olur. Təvil sözünün yuxu yozumu mənasında işlənməsini yenə də biz Yusuf surəsində 36-cı ayədə təsbit edirik. Və burada qeyd edilir ki, və dəxələ mə'hu sicnə fətəyan. Onunla birlikdə, yəni Yusiflə birlikdə zindana iki cavan gəldi. Qalə əhəduhuma. Onlardan biri dedi, İnni ərəni əsiru xəmrə. Deyir, mən gördüm ki, şərab süzürəm. Və qalə axiru. O birisi isə dedi ki, İnni ərəni həmlu fəvqə rəsi xubzən. Deyir, mən gördüm ki, başımda çörək aparıram. Başımda çörək var. Təəkulu teyrən minhu. Onu quşlar yeyir. Nəbbi'nə bitəvili. Bunu bizim üçün yoz. Yəni bunlar yuxuda gördüklərini həqiqətdə elə bir şey görmürdülər. Yuxuda gördüklərini Yusufə danışırlar və deyirlər ki, və bunu bizim üçün təvil elə, yoz, analiz elə demir, yoz deyir. Bu yuxunu bizim üçün yoz. Və beləliklə Yusuf onların yuxularını yozur. Deyir ki, özünün peyğəmbərliyini isbat eləyir. Sonra deyir ki, ya sahibəy sicin, ey mənim zindan yoldaşlarım, əmmə əhədukuma, sizlərdən biriniz, fəyəsqə rəbbəhu xəmra, sizlərdən biriniz şərab süzəcək öz ağasına. Və əmməl axiru, əmmə o birisi, fəyuslibu, fətəkulu teyru min rəsih. O birisi isədir, asılacaqdır, dar ağacından asılacaq və onun başını quşlar yiyəcək. Yəni təvilini dedi, bu da o təvili dedi. Yəni Yusuf Peyğəmbərə Allah bu xüsusi istedadı vermişdi ki, yuxuları dəqiqliyi ilə yozurdu və onu ilə da öz digər missiyasını yerinə yetirirdi. Yəni bu missiya nədən ibarət idi? Bunu yenə də Quran-ı Kərim buyurur ki, Yusuf surəsi 43-cü ayədə və qaləl məliku inni ərə səbə bəqarat. Deyir, mən gördüm ki, 7 dənə kök inək var. Yəkuluhunnə səb'u icaf. Deyir, o kök inəyi 7 dənə arıq inək yeyir. Ki, bu ayənin davamında davam edir ki, 7 dənə göy sümbül idi ki, o quru sümbüllər onları yedi və s. Deyir ki, sonra buyurur ki, əftuni fi rüyayi in kuntum li rüyaya təbirun. Mənim bu yuxumu yozun
ki, əgər siz həqiqətində yuxu yozmağı bacarırsınızsa, müraciət edir onlara ki, mənim bu yuxumu yozun. Onlar deyirlər ki, yəni onun ətrafında olan o münəccimlər, yuxu yozanlar deyirlər ki, qalu ədğatu əhlam, deyir, bu çox qarışıq yuxudur. Və ma nəhnu bi təvilil əhlami bi alimin. Deyir, biz bu cür yuzuları, qarışıq yuxuları yozmağa qadir deyilik. Bunu biz yoza bilmirik. Yenə də yuxu təvilindən söhbət gedir. Və ondan sonra ayədə qeyd olunur ki, və qaləlləzi nəcə minhuma, o ki, 2 nəfərdən biri nicat tapmışdı, zindandan xilas olmuşdu. O gəldi, dedi ki, o mələkə gəldi, dedi, padişaha dedi ki, ənə unəbbiikum bi təvilih. Mən deyir, onun təvilini, o yuxunun yorumunu bilirəm. Fəərsilun, məni zindana göndərin. Yəni Yusifin yanına. Və sonra Yusif o yuxunu yozur. Ey doğru danışan, bizim üçün yuxuda görülən o 7 arıq inəyin, 7 kök inəyi yeməsi, 7 yaşıl sümbülün 7 quru sümbül tərəfindən yeyilməsini yoz. Ola bilsin ki, adamların yanına qayıdaram və beləliklə onlar da həqiqəti bilərlər. Yəni Yusifdən yuxunun yozulmasını istəyir. Və bax, Yusifin missiyası buradan başlayırdı ki, o bu yuxu yozma elmi ilə bunu yuxunu yozaraq o Misri gözləyən təhlükəni müəyyənləşdirir və onun üçün çıxış yolu açır. Ki, sonraki ayədə buyurur ki, 7 il belə deyək ki, bolluq olacaq. O vaxtı çoxlu əkin becərin, yediyinizi yeyin, qalanlarını isə növbəti 7 quraqlıq ili üçün ehtiyatda saxlayın. Yusifin missiyası bu idi ki, o xalqı qıtlıqdan qutarsın və o vasitə ilə onları Allaha doğru yönətsin, iman əhl eləsin. Yusifin missiyası bundan ibarət idi. Allahın peyğəmbərinin missiyası bundan ibarət idi. Yuxu yozmuyor, o öz missiyasını yerinə yetirməsi üçün bir vasitə idi. Yəni bu insan ayənin davamlarını oxumadığı üçün və yaxud oxumağına icazə verilmədiyi üçün ancaq o nöqtədən yapışır və İslamı istehza edir, dini istehza edir. Əgər ayəni axıracan oxusaydı, oxuduğun başa düşsəydi, rahatlıqla bu mövzunun içərisinə girərdi və o səhvi buraxmazdı. Dəyərli izləyicilər, İsrailin, Amerikanın təsis elədiyi bu İslamofob məktəbin ən önəmli nümayəndələrindən biri Azərbaycanda bu şəxsdir. Ki, baxın, indiyə qədər o heç vaxt deməyib ki, İslamda bu var. Həmişə bu mudur İslam? Bu İslamda yoxdur. Bunu eləməyin, onu eləməyin. Bir dəfə o insan durub deməyib ki, namaz qılın, oruç tutun, yaxşı işlər görün. Bir dəfə deməyib bunu. Niyə? Çünki onun missiyası insanları İslamdan uzaqlaşdırmaqdır.